Dostlar, bir dənə də əsas məlumatlardan birini paylaşım sizə. Yəni bugünkü bazarda, məsəl üçün əlində 2000 pul olsun, 10.000 pul olsun, 5000 pul olsun, girib bu bazarda PlayStation Tapazdan, Lalafodan alıb sata bilərsən, kredit buraxa bilərsən. Amma bu sahədə heç bir məlumatın yoxdur və yaxud da sənin bir keçmişin yoxdur. Bizim şükür Allaha, mən özümü deyim də, məsəl üçün sizə qısa bir məlumat verim. 90-cı ildən PlayStation 1-in devrindən bəri klub işlətmişəm, plata üzrə işləmişəm, pultlar təmir eləmişəm. Yəni mənim böyük keçmişim var bu sahədə. Özümə görə bir necə deyimsə, bir prestijim var və yaxud da məlumatım var, belə deyim də, tapıb adını deyə bilmədim. Bugünkü gün kimsə 2000 əlində, 5000-dən kimsə kredit buraxır, o sırağa basır da, mən üzr istəyirəm. Beləncə insanlar var ki, kredit buraxır, cəmaata ümid verir. Gəlirlər, bura PlayStationlar gəlir, vallahi deyirəm, daha indi mən hamısını çəkib paylaşa bilmirəm. Çəkib paylaşanda o oradan yığır, bu buradan yığır ki, qardaş, sən bizim adımızı verdin. İndi məndə də o PlayStation 1-in, 2-nin oyunları, 3-ün oyunları. Bugünkü gün sən də gəlib girə bilərsən bu bazara, filan kəs də girə bilər, o birisi də girə bilər. Amma 2 dənə müştəri sual verəndə qalırsan qıqqıllaya ki, bu nədir, o nədir. Bugünkü gün bazarda olan 70% o PlayStation kreditə buraxanlar, satanlar hamısı mənim əlimin altından gəlib keçib. Yəni ki, oyun yazmağıdır və yaxud da oyun bazasıdır. Çoxsuna mən vermişəm. Bugünkü gündə mənim ayağımı tapdalayırlar. Mən elə bu videonu ona görə çəkib paylaşmağa belə deyim də sizə. Məcbur qalmadım, amma ehtiyac duyuram ki, paylaşmaq lazımdır. Bəzi o götpoxlu uşaqlar ki var, bugünkü gün mənə filan şey təklif, bəs mən şey təklif edirəm, amma olmaz. Qətiyyən olmaz. Çıxdığınız yerdən fikirləşin ki, siz bu otağa bax, bu bizim balaca otağımız var ha, Azərlə mənim. Deyəm bir dənə çörüm kameranı. Hər nəysə, bu otaqdan gəlib hamınız reklam eləmisiniz burada. Topunuzu püsürüzü. Gəlin mənim adımdan burada özünüzü tanıtdırmısınız. Bu otaqdan çıxmısınız. Ağıllı olun. Yəni ki, adınızı çəkib sizi biabır eləməyim.